Bir vacib məsələ ilə bağlı fikrinizi bilmək istəyirəm. Toy və yas məclislərində aşırı yemək verməkləri düzgündürmü? Mən bu haqda istəyərdim ki, siz öz fikrinizi bildirəsiniz. Çok böyük biznesdir. Və ağılsız adamlar üçün də. Onsuz da ben gedib oturanda orada bir dənə xörək ya birinin ikisini dadına baxaram azad. Bir çini paklava ilə bir paklavanın dadı eynidir. Birisini plovla, 2 qaşıq plovun dadı tamamilə eynidir. Siz bir paklavadan, bir qaşıq plovdan ləzzət ala bilmirsinizsə, bir çinidən də almayacaqsınız. Qarnı doldurmaqla deyil. Və orada çox verirlər, görsənsin və pul alsınlar. İndi axı bizdə toyxanalarda uşaqlara toy eləmirlər. Uşaqların valideynlərinə toy tuturlar. Və bu tamam başqa anlamdır. Əlbəttə ki, bu çox zərərli vərdişdir. İndi bizdə bəzi kişilər də başlayırlar kişilənməyə öz aralarında. Dünən filan kəsdən otur, 4 araq içdi, bir qoyun idi. Heyvan zad duysan ki, evə gələndən sonra nə oldu, onu da danış da. Bir də mədəniyyətini çox böyük bir mədəniyyətsizliyə çevirmişik. Səhər-səhər xaş yemək lazımdır. Amma nə qədər babalarımız yeyirdi, ya qoyun otarmağa gedirdi, ya rəhməyə. Biz gedib oturacağıqsa, deməli babamız yediyi qədər yeyənmərik, 2-3 qaşıq yedinsə, ondan ləzzətini al. O qədər. Adam kimi yedə, heyvan zad duysan ki. Xaşdan yeyirlər, təzyiqlər qalır. qalır. Kimə, çünki gedib otururlar. Kim oxşadı? Biz Koroğlu'ya oxşayacaq. Koroğlu 7 qazanaşı yedi, 7 dananı yedi filan. Qardaş, axı biraz bu dastan axıra kimi qulaq asdı. Aşıq bir ağızı oxuyandan sonra deyir, Koroğlu getdi, Xodkarın 10 minlik qoşununa təhcə girişdi. Burada desək ki, bu bir boşqa şorba idi, sup idi. İnanırsanmı ki 10 minlik qoşunu qırdı? Millət çox ağıllıdır. Həmən yediyinlə 10 minlik qoşunu qırmağın enerjisini verir, tarazlaşdırır. Necə ki, cırtdanda görürsünüzmü? Bunun nənəsi uşağın hərəsinə bir kömbə vermir. Cırtdan balacadır, çiyinlərində daşıyacaqlar. Hərəsi də onun şələsindən bir çubuq götürəcək. O bir çubuğa nə qədər enerji gedirsə, kömbədən bir tikan onu verir.